İlk öncə ibtidai sinifdən keçdiyimiz uzunluq vahidlərini yadımıza salaq. Ən böyük uzunluq vahidimiz kilometr, sonra gəldi metr, desimetr, santimetr və millimetr. Bu uzunluq vahidləri, yəni böyükdən kiçiyə doğru keçdikcə biz həmin vahidləri vururduq. Məsələn, kilometrdən metrə keçəndə 1 kilometr 1000 metr idi. Yəni bunu 1000-ə vurmalıyıq. Metrdən desimetrə keçəndə 1 metr 10 desimetr idi. Yəni vurmalıyıq 10-a. Desimetrdən santimetrə keçəndə vururuq 10-a. Santimetrdən millimetrə keçəndə yəni vururuq 10-a. Böyükdən, yəni böyük uzunluq vahidindən kiçiklərə keçdikcə onları göstərən vahidlərə, yəni məsələn vahidlərə vururuq. Yəni hər bir böyük vahidi, bax məsələn kilometr böyükdür da, böyük vahidi özündən kiçik vahidə, yəni metrə çevirmək üçün həmin uyğun mərtəbə vahidinə vurulur, yəni 1000-ə vururuq. Məsələn bizə desək ki 5 kilometr metrə çevir. Metrə çevirəndə bilirəm ki 1 kilometr 1000 metrdir. Yəni 5-i vururam 1000 metrə. Yəni bu kilometrin yerinə elə ki, bax bu kilometri götürün, neçə metrdir? 1000 metr. Vururuq, o da bərabər olur. O da bərabər olur 5000 metr. Məsələn, indi 5 kilometri elə yeni bir şey olsun. Çevirməliyik santimetrə. Baxaq, bax buradan kilometrdən santimetrə doğru. Bax burada kilometrdən santimetrə neçə dənə sıfır var? Bu kilometrlə santimetrin arasına qədər baxırıq. 1, 2, 3, 4, 5 dənə. 5 dənə sıfır olmalı. Yəni yazmalıyam 5 vurulsun. 1, 2, 3, 4, 5. Yəni birbaşa da yaza bilərik. 5-in yanında 5 dənə sıfır olmalıdır. Santimetrə çevirdim. Yəni 5, 1, 2, 3, 4, 5 dənə santimetr. Yəni bunu oxuyacaq 500.000 santimetr. Məsələn, indi metrdən 12 metrdən millimetrə çevirməliyim. Burada baxıram. Metrdən, bax millimetrə doğru. Neçə dənə sıfırımız var? 1, 2, 3 dənə. Ona görə nə edirik? Bərabərdir. 12-ni yazırıq. Millimetrə demədi. Yanında 1, 2, 3 dənə sıfır millimetr. Yəni 12.000 millimetr. Bir də təkrar edim, hər bir böyük mərtəbə vahidini özündən kiçik vahidlərə çevirmək üçün uyğun mərtəbə vahidinə vurulur. İndi isə məsələn kiçik vahidlərdən böyük vahidlərə getdikdə, yəni bax buradan kiçikdən böyüyə doğru getdikdə isə indi vurmanın tərs əməli olan bölmə. Burada böləcəyik 10-a. Bundan buna doğru getdikdə bölürük 10-a. Desimetrdən metrə doğru getdikdə bölürük 10-a, metrdən kilometrə getdikdə isə bölürük 1000-ə. Yəni kiçik vahidləri böyük vahidlərlə ifadə etdikdə ədəd kiçilir və yeni vahid uyğun olaraq ədədin indi soluna sıfırlar əlavə edərək vergül qoymaqla alınır. Yəni ədəd uyğun mərtəbə vahidinə bölünür. Məsələn, deyim 4 millimetr. İlk öncə kiçikdən başlayıram. Məsələn, çevirməliyik santimetrə. Santimetrə çevirilir dedikdə baxırıq burada. Yəni metrdən santimetrə doğru. Neçə dənədir? Bir dənə sıfır. Yəni 10-a bölməliyik. Bərabərdir. 4 bölünsün 10. 10-a böldükdə də nə edirik? Vergülü vergülümüz buradadır da, bir dəfə sürüşdürürük, olur 0,4. Və bayaq dediyim kimi, indi ədədin soluna sıfırlar əlavə edilib vergül qoyuruq. Yəni 4-ü bölürəm 10-a, bayaq vurduqda sağına əlavə edirik 0, indi soluna əlavə edirəm. Yəni 0,4, sonra da vergülü qoyuruq. Məsələn, 6 santimetri çevirək kilometrə. Burada baxaq. Bax, santimetrdən kilometrə doğru. Neçə dənə sıfır var? 1, 2, 3, 4, 5. Yəni bunu bölməliyəm.
1, 2, 3, 4, 5 dənə. Yəni 100 minə bölürük. Ya bayaq dediyimiz kimi ədədin soluna 6 dənə, 5 dənə 0 yazıram. 1, 2, 3, 4, 5 ədədin özü. Burada da 0 tam, artıq tam hissəni də qoyuruq. Yəni 100 minə böldükdə ədədimiz həmin bu ədəd. Bunu da çevirdik, oldu kilometr. Məsələn, başqa birini çevirək. Məsələn, 7 desimetri kilometrə çevirim. Desimetrdən kilometrə doğru baxırıq. Bax, bu desimetrdən kilometrə doğru neçə dənə 0 var? 1, 2, 3, 4. Yəni ədədin soluna 4 dənə 0 yazar. 1, 2, 3, 4 ədədin özü. Burada da 0 tam. Yəni elə bilin ki, ədəd bu 7-ni bölməliyik 1, 2, 3, 4 dənə 0-a. Böləndə də neynirdik? Vergülümüz buradaydı. 4 də sola sürüşdürürdük də. Yəni vergüldən sonra 4 dənə rəqəm qalmalıydı. Bu da oldu desimetrdən kilometrə çevirdik. Yəni 7 desimetr oldu 0,10 kilometr. Sahə vahidlərində isə, yəni gəlin əvvəlcə bu kiçiklərə uyğun çıxaraq, sonra tam cədvəli yazarıq. Məsələn, bax, bu metrdən desimetrə doğru. Bax, əvvəlcə bu hissəni götürürəm. Metrdən desimetrə. Yəni o metrdən desimetrə keçdikdə nə edirik? Vururuq ona. İndi metrin kvadratından desimetrin kvadratına keçməliyik. Desimetrin kvadratına. Yəni sahə vahidləri artıq bilirik ki, yəni metrin kvadratı, santimetrin, desimetrin kvadratı olur. Çünki sahədə məsələn biz sahəni tapanda, bax məsələn eni 3, uzunluğu 4, bu da santimetr olsa 3 santimetr vurulsun 4 santimetr yazırıq, olur 12 santimetrdən neçədən oldu? 2 dənə kvadrat. Ona görə sahə vahidləri kvadrat. Santimetr kvadrat, metrin kvadratı. İndi burada baxırıq. Əgər biz bu metri 2 dəfə yazarıq da, yəni metr vurulsun metr yazırdıq. Bərabərdir. 1 metr 10 desimetr idi. Bunun yerinə birincinin yerinə yazdım 10 desimetr. İkincinin də yerinə yazıram 10 desimetr. Bu da oldu 10 vurulsun 10, 100 desimetrin kvadratı. Mesela desimetrin kvadratından çevirir santimetrin kvadratına. Yenə nə edirəm? Desimetr vurulsun desimetr, o da bərabərdir. 1 desimetr 10 santimetr. Birin yerinə yazdım 10, ikincinin də yerinə yazıram 10 santimetr. Bu da oldu 100 santimetrin kvadratı. Demək ki, indi biz sahə vahidlərində nə edəcəyik? Burada artıq sahədə, bax bu hissədə metrdən, metrin kvadratından desimetrin kvadratına keçdikdə vuracam. Yəni 10, 10, 100-ə. Sonra desimetrin kvadratından santimetrin kvadratından artıq 10 yox. Bunlarda ki, necə kvadratlar oldu? Burada da 10'un kvadratı, yəni 100-ə. Santimetrin kvadratını millimetrin kvadratına çevirdikdə. İndi olacaq 10'un kvadratı, yəni 100. Cədvəlimizi səliqəli şəkildə yazaq. Bir də yeni daxil olan sahə vahidlərini qeyd edək. Sahə vahidlərində kilometrin kvadratı. Sonra, yəni burada artıq metrlə bunun arasında yeni sahə vahidləri var. Hektar. Bunlarda artıq kvadrat yazmırıq. Onlar çünki ancaq sahə vahidlərdir. Hektar, ar, kvadrat metr. Yenə uzunluq vahidində olduğu kimi desimetrin kvadratı, santimetrin kvadratı, millimetrin kvadratı. Yəni bayaq gördük ki, metrdən desimetrə 1 metr 10 desimetr idi deyə, indi kvadratda artıq bunu vurmalıyıq 100-ə. Yəni 10'un kvadratına da yaza bilərik, 100-də yaza. Desimetrdən santimetrə vururuq 100-ə. Santimetrdən millimetrə vururuq 100-ə. Eyni qaydada ardan kvadrat metrə çevirdikdə. Yəni bir ar eni və uzunluğu 10 olan 10 metr olan kvadratdır. Yəni ar eni və uzunluğu 10 metr olan kvadratdır. Bu oldu bir ar. Bu hektar. Yenə burada 100'ə vururuq.
Burada da 100'e vururuq. Kilometr kvadratından da hektara çevirdikdə yenə 100'e vururuq. Yenə də böyük böyük vahidlər, yəni böyük vahidlərdən kiçiklərə keçdikdə özündən kiçik vahidlərə çevirmək üçün uyğun mərtəbə vahidlərinə vururuq. 1 hektar isə eni və uzunluğu 100 olan 100 metr və 100 metr olan elə bir sahə kimi başa düşürük. 100'ü də 100'e vuranda yəni 10.000 kvadrat metrdir də. 10.000 kvadrat metr, yəni 1 hektar ərazi kimi belə nəzərdə tutaq. 1 hektar. Yenə də eyni qayda ilə indi kiçik vahidlərdən böyük vahidlərə keçdikdə isə kiçiklərdən böyüklərə keçdikdə isə artıq böləcəyik. Yuxarıda 100'e vurmuşamsa 100'e bölürəm. Yenə burada çevirdikdə bölünsün 100. Burada da çevirdikdə bölünsün 100 böl 100 böl 100 böl. Baxaq. İndi onluq kəsənə yazaq. 42,5 santimetrin kvadratına çevirək metrin kvadratına. İlk öncə santimetrdən metrə doğru baxırıq. Kiçikdən böyüyə də getdikdə nə edirdik? Bölürdük. 1, 2, 3, 4 dənə sıfır var. Yəni bunu bölməliyəm. 4 dənə sıfır, yəni 10.000'ə. Biz də onluq kəsrə böləndə bilirik ki, vergülü sıfırların sayı qədər sola sürüşdürülür. 4 dənə sıfırımız var. Bu vergülü götürdük. 1, 2, 3, 4. Yəni vergül buradan olmalıdır. O boş yerlərə də sıfırlar yazırıq. Olur 0,425 kvadrat metrin kvadratı. Məsələn yazaq 7 metrin kvadratından çevirək desimetrin kvadratına. Kvadrat metrdən desimetrin kvadratına doğru bax burada bu hissədədir. Baxırıq nə etməliyik? Böyükdən kiçiyə getdikdə vururduq. Yəni nəyə vurmalıyıq? 100'e vurmalıyıq. Bu vurulsun 100. O da bərabərdir 700 desimetrin kvadratı. Məsələn yazım 1,2 metrin kvadratını çevirək millimetrin kvadratına. Bax, tapırıq yenə metrin kvadratından millimetrin kvadratına doğru. Buradan bu hissəyə qədər. Bizdə neçə dənə? 2, 4, 6 dənə. Böyükdən kiçiyə doğru getdikdə vururduq. Yəni bunu vurmalıyıq. 1, 2, 3, 4, 5, 6 dənə millimetr. 6 dənə sıfıra. O da bərabər olur. Yenə 10, 100, 1000'ə vurduqda vergülü sıfırların sayı qədər sağa sürüşdürürdük vurmada. Bir dənəsi bununla getdi. Qaldı bizdə 5 dənəsi. Yəni 12, 1, 2, 3, 4, 5 dənə millimetrin kvadratı. Məsələn 12.000 santimetrin kvadratına çevirək metrin kvadratına. Baxaq, santimetrin kvadratından metrin kvadratına. İndi buradan, bax bu hissədir də, bu hissə. Santimetrin kvadratından metrin kvadratına çevirdikdə 4 dənə sıfırdır. Və kiçikdən də böyüyə getdikdə nə edirdik? Bölürdük. 1, 2, 3, 4. Yəni 10.000'ə bölürük. 10.000'ə böldükdə də baxaq, hər ikisindən 3 dənə sıfırı silərik. Sildik. Bax, bunlardan sıfır qaldı. Bir dənə sıfır. 12'ni də 10'a böləndə vergül burada olur. Elə bir vahiddə sola sürüşdürür bir mərtəbə. Bu da olur 1,2 metrin kvadratı. Baxın, bu cədvəli buraya yerləşdirdim ki, yenə burada bilirik ki, bu 10'un kvadratı nə deməkdir? 100 deməkdir. Yəni 100'ə vururuq. Burada da 100'ə vururuq. 100'ə vururuq. Yəni bunlar 10'un kvadratları hamısı 100'də, aşağıda da 100'ə bölürük. Məsələn, bizə verirlər 2,1 hektarı
çevirək kvadrat metrə. Baxırıq, hektardan kvadrat metrə çevirdikdə, böyükdən kiçiyə getdikdə neyinidir? Vururuq və bu aralıqda bizdə neçə dənə sıfır var? 4 dənə. Yəni bunu vurmalıyam. 1, 2, 3, 4 dənə sıfıra. Orada da vergülü 4 mərtəbə sağa sürüşdürməliyim. 1, yəni 3 dənə də artıq arxasına sıfır yazmalıyım. 21, 1, 2, 3 olur. 21.000 kvadrat metr. Və ya məsələn 40.000 kvadrat metrdən hektara keçsək. Kvadrat metrdən hektara keçsək, baxırıq, kvadrat metrdən hektara doğru getdikdə. İndi kiçikdən böyüyə getdikdə bölürük. Yəni bunu bölməliyik. 2, 2, 4 dənə sıfır yenə də, yəni 10.000-ə. 10.000-ə böləndə isə hər ikisində 4 dənə sıfır var deyə elə bu 4 dənə sıfırları silərik. Qalacaq 4 hektar. Bəzən kəsirlə verilə bilər. Yəni onda da çaşmaq lazım deyil. Məsələn yazılır 4-də 3 metrin kvadratını çevir millimetrin kvadratını. Yenə baxırıq. Burada metrin kvadratından millimetrin kvadratına doğru neçə dənə? 2, 4, 6 dənə sıfır. Böyükdən kiçiyə gedəndə vururduq. 4-də 3 vurulsun. 1, 2, 3, 4, 5, 6. Yəni o da bərabərdir. Burada elə ki, ixtisar eləyə bilərik də. 4-ə böləndə, 100-ü 4-ə böləndə 25 olur. 25, 250.000. 3-ü də 25-ə vurduq. 75. Yanında da 2, 4 dənə. 1, 2, 3, 4 dənə sıfır oldu. 750.000 millimetrin kvadratı.